Açıqlama deyəndə ki, sizə bir dənə şey deyə bilərəm ki, bizim ölkənin qayda və qanunları var. Qayda qanun nədirsə, haqda odur. Mən də öz qayda qanunlarıma sıxışaraq dayanıb cavabımı gözləyirəm. Haqq, ədalət yerini tapacaq. Mən belə bilirəm, belə öyrənmişəm, bu qədər. Aysel, öpürəm. Bu həyatda heç vaxt haqsız yerdə qalmır. Allah hamımızın köməyi olsun. İnşallah hər şey yaxşı olur. Ayşən, təşəkkür edirəm, atma. Ona görə mən bu haqda heç bir şey danışmıram. Heç bir şey danışmaq da istəmirəm. Amma bilirəm ki, bizim Azərbaycan ölkəmizin çox gözəl qayda qanunları var. Və ona sıxışaraq nədir? Yerini tapış. Görürsünüz, mən günlərdir mənim haqqımda çox çıxışlar eləyirlər, çox danışıqlar eləyirlər. Amma mən bu haqda heç bir şey deməyəcəyəm. Çünki bilirəm ki, bizim ölkənin qayda qanunları var. Səbir. Rəbbim deyir ki, səbr elə ki, sən mükafatlanasın. Və mən də bunu səbr eləyib, oturub gözləyirəm. Alaçıran bəy, təşəkkür edirəm. Təşəkkürlər. Şükür gününüzdə olasınız. Naibə yerində. Dedim, biraz açım. Sizinlə söhbət eləyim. Səhər normal yayın açacağıq. İnşallah səhər oturub söhbət eləyərik. Arzu, nəzərə gəldiniz. Nəzərə gəldin deyəndə ki, qızlar, nəzər düzdür var. Qurban olduğum nə yazıbsa odur. Bu pul qazanmaq istəyəni atın da sizə. Amma məni necə bibilər çox istəyir. Allah haqqı. Mən necə analar çox istəyir. Görürəm də, ekran kayıtlarda görürəm, yayınlarda görürəm. Həmişə üzünüz gülsün. Allah sizin balalarınızın qabağına pis bir şey çıxartmasın. Balalarınızın xeyrini görəsiz. Haqqıma girənlərin də mən qarğış eləməyi sevmirəm. Amin. Yaxşıyam. Orada saat neçə deyəndə ki, sizdə neçədir, bizdə də elədir. 3-ün yarısı. Qocaldın sən də. Niyə ki? Dankeschön. O bibiləri öpürəm, məni o bibilər, ay Allah, ay Allah. O bibilərin əllərindən öpürəm. Allah haqqı. Necə can yandırırlar, necə can yandırırlar. Bəlkə heç qızlarına o qədər can yandırmırlar. Sizin əllərinindən